maksimum diqqətli ol. Moped sürən qardaşlardan, motosiklet sürən qardaşlardan. Bax, xanıma bax, o hardan keçir. Piyadalardan. O xanıma bax, o hardan keçir. Piyada keçin 2 metr məsafəsi var, halbuki. Özdə işıqforda onlara yaşıl işıq yanır hal-hazırda. Yəni bizə qırmızı yanırdı. Görürsən, indi bizə yaşıl yandı. Halbuki piyada keçən keçə bilərlər, keçmirlər. İnşaatlar metro stansiyasının yaxınından keçəcəyimdir. Bu maşın ehtiyatda ol, şərait yarar ki, heç nə yox. İndi qazıya gedək. Tələsmə, zolaqdan çıxmamağa çalış. İşıqfora bax, dəyişəcək siqnal. Bax, inşaatlar metrosundan keçəndə dostum, hər zaman piyadalardan ehtiyatda ol. Bilməyən olan şəkildə. Yeraltı piyada keçisi var, oradan keçmirlər və birbaşa maşınların istifadə etdiyi hərəkət əsasına keçirlər. Bu təhlükə deməkdir. Sonra, bax, ikinci zolaqda taksi sürücüləri deyəcəm də, inciməsin taksi sürücüləri məndən, düzgün eləmirlər. İkinci zolaqda dayanıb, müştəri yığırlar, müştəri toplayırlar. Qəzdaymışdan yandırırlar, güya ki, məcbur dayanıblar. Bax, orada da var, 2 dənə avtomobil var. Onlar da qəza şərait yaradırlar. Çalış bu zolaqdan getmə, orta zolaqdan tut ki, sətin situasiya düşməyəsən. Bax, indi avtobus çıxmaq istəyir, dayansan, çıxa bilmir. Bax, diqqətlə. Nəyə görə, kimə görə? Bax, o ikinci zolaqda dayanmış avtomobillərə görə. Gəl şərait yarada çıxsın. İndi sağımızdakı maşın bizi çıxa bilər, ehtiyatlı saxla. Yəni elə eləyim ki, sıxılmasın. Tələsmə, eyb yox. Belə məqamları səbirli və təmkinli olmalısın. Bax, 1, 2, 3, gedindi. Bax, bunu bıraxdın, eyb yox. Davam elə. Bax, bu yoldaşlar düzgün eləmirlər, bax. Düz deyil, neçə rəq bundan çıxırlar, Allah ruzlarını versin. İnsanlara bax, necə keçirlər, bax. İndi avtobusa diqqət eləyək, ehtiyatda ol. Tələsmə, keçmə. İndi artıra bilərsən. Əmin olduq ki, təhlükə yoxdur. Bəli. Ola bilirsin, çəkər də bizim üstümüzə. Bax, gördün dostum, nə qədər təhlükə. 2 dəqiqə 10 saniyə çəkiliş edirəm. 2 dəqiqə 10 saniyə çəksin. Təhlükəyə bax, bu uşağın günahı nədir? Kalyaskadan keçirilir, bax. Halbuki, bax, dövlətimiz sağ olsun, burada piyada keçiddir. Yeraltı piyada keçisi var, oradan geçmək lazım. Bax, yoldaşlara bax, bax, necə gəlir, bax. Yəni, bu olmaz, əziz piyadalar, yoldaş piyadalar, nə bilim. Hamımız bir vətəndaşıq, Azərbaycanlıyıq, bir millətik, bir qanıq, bir canıq. Allah eləməsin, birimizin başımıza bir iş gəlsə, yəni, bilirsiniz, bir nəfərin göz yaşlı qalmayacaq, gör neçə ailənin göz yaşlı qalacaq. O dünyasını dəyişən piyadanın da ailəsinin gözü yaşlı qalacaq. O avtomobillə piyadanı vuran insanın da ailəsinin gözü yaşlı qalacaq. Yəni, ona görə də istər sürücü kimi, istər piyada kimi hər birimiz öz məsuliyyətimizi dəyişdirməliyik və çalışmalıyıq ki, yollarda diqqətli olaq. Gör, nə qədər təhlükə gördük yolda. O, ikinci zolaqda dayanan taksi sürücülərinə sonunda fikrimi bildirim. Yenə deyirəm, Allah ruzlarını versin, mənim heç kimin sürəyindən işim yoxdur. Amma ikinci zolaqda dayanmağa qanun izə vermir. Yəni, orada olmaz dayanma durumu. Avtomobillər gəlir ikinci zolaqdan. Qəfvətən görür ki, dayanıb bir avtomobil sola qaçırdır. Mən dəfələrlə görmüşəm, burada qəza olubdur, qəza şəraiti yaranıbdır. Ona görə də çalışıb orada saxlamaq lazım deyil. İndi biz düz gedəcəyik. Diqqətli olun.